Oğuz rayonunda Konstitusiya və Suverenliyi ili çərçivəsində tədbir keçirilib. 14 may 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin və Oğuz rayon Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində məktəblərin maarifləndirilməsi məqsədi ilə Azərbaycanın müstəqilliyi Şimal-Qərb bölgəsinin ekoloji problemlərinin həllində dönüş nöqtəsi kimi mövzusunda seminar keçirilib. Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Seminarda Qarabulaq kənd tam orta məktəbinin şagird və müəllimləri iştirak ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi yad edilib. Tədbiri açan Qarabulaq kənd tam orta məktəbin direktoru Elçin Yusubov qonaqları salamlayıb, tədbirin birgə təşkilinə təşəbbüs göstərdikləri üçün Şəki Regional Elmi Mərkəzin baş direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlüyə və kollektivə minnətdarlığını bildirib. Qeyd edib ki, Konstitusiya və Suverenlik ili ilə bağlı bu cür möhtəbər tədbirin keçirilməsində Qarabulaq kənd tam orta məktəbinin tərəfdaş kimi seçilməsi olduqca qürur vericidir və gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması üçün zəmin yaradır. Sonra söz məruzəçilərə verilib. Şəki Regional Elmi Mərkəzin Ekoloji Coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmailova ekologiya və ətraf mühitin mühafizəsi müstəqillik dövründə çağırışlar və imkanlar adlı çıxışında Azərbaycan Respublikası Konstitusiyasının 39-cu hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır maddəsinə əsas gətirərək sağlam və ekoloji təmiz mühitin yaradılmasında insanların üzərinə düşən vəzifə borclarından danışıb və şagirdləri təbiətə qayğı və məsuliyyətlə yanaşmağa, onu qorumağa, ekosistemin mühafizəsi istiqamətində dövlətə dəstək olmağa çağırıb. Sonra Qarabulaq kənd tam orta məktəbin direktor müavini Cavid Qocayev, Qarabulaq kəndinin coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, təbii və mineral su ehtiyatları, bitki örtüyü və heyvanat aləmi haqqında geniş məlumat verib. Şəki Regional Elmi Mərkəzin Ekoloji Coğrafiya şöbəsinin elmi işçisi Xəzər Bəşirov Azərbaycanın yaşıl enerji hədəfləri və yaşıl enerjinin ekoproblemlərin həllində rolu mövzusunda çıxış edərək, yaşıl enerjidən istifadənin iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək etməsindən, yaşıl enerji sənayesinin inkişafı nəticəsində yeni iş yerlərinin yaranaraq davamlı inkişaf üçün vacib amil olmasından, yaşıl enerjidən istifadənin havanın keyfiyyətinin yaxşılaşmasında mühüm rol oynamasından danışıb. Azərbaycanın Oğuz rayonu ərazisində səhralaşma problemi mövzusunda çıxış edən Landşaftsşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov, Şəki Regional Elmi Mərkəzdə Şimal-Qərb regionu üzrə tədqiqatların aparıldığını deyib. Oğuz rayonu üzrə səhralaşma prosesinin iqlimdən asılılığını müəyyən etmək üçün gündəlik aparılan meteoroloji monitorinqlərin nəticələri, hava sirkulyasiyasında olan istiqamət dəyişmələri haqqında məlumat verib. Daha sonra Şəki Regional Elmi Mərkəzinin Ekoloji Coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev, Oğuz destinasiyasının Azərbaycan turizmində rolu adlı çıxışında zəngin mineral xammal ehtiyatları, gözəl meşə örtüyü, isti mineral bulaqları, tarixi mədəni abidələri, əsrarəngiz təbiəti ilə seçilən
kurort turizm imkanlarına sahib Oğuz destinasiyasının Azərbaycan turizmində böyük əhəmiyyətə malik olmasından bəhs edib. Şəki Regional Elmi Mərkəzin Ekoloji Coğrafiya şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev çıxış edərək, tədbirə ev sahibliyi edən Qarabulaq Kənd Tam Orta Məktəbin direktoru və kollektivinə, Şəki Regional Elmi Mərkəzinin direktoru və əməkdaşları adından minnətdarlığını bildirib, hər iki təşkilat tərəfindən təşəkkürnamələr təqdim edilib. Sonda xatirə fotoşəkilləri çəkilib. Reyhan Miqdad qızı, Namiq Abdurrahmanov, Şəki Regional Elmi Mərkəzinin xəbərləri.